Fevralın 7'si və Şuşa Xankəndi yolu. Bir vaxtlar xəyalını qurduğumuz arzularımıza qovuşmuşuq. Bir vaxtlar bizim üçün, bir vaxt deyəndə cəmi 5 il bundan əvvələ kimi deyək. Elə fevral ayında bax, bizim üçün əlçatmaz bir arzuydu bu yolu getmək, buralara gəlmək. Şükürlər olsun ki, biz bugün ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanımızda, onun Şuşasında, onun Xankəndisində, onun Xocavəndində, onun Zəngəzurunda addımlayırıq. Və hər bura səfərimizdə bizim təşəkkür borcumuz var. Bu torpaqlar uğrunda canlarını fəda edən, bu torpaqlar uğrunda döyüşən oğullarımıza, bizim qazilərimizə, veteranlarımıza, şəhidlərimizə. Biz bu günləri onların sayəsində buradayıq. Bugün burada olmağımızın məqsədi nədir? Azərbaycan televiziyası olaraq bilirsiniz ki, biz milli mənəvi dəyərlərimiz, bizim ümumiyyətlə Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində çox layihələr həyata keçiririk və Qaradağlı filmimiz də bu layihələrdən biri olacaq. Bilirsiniz ki, fevralın 17-sində Qaradağlıda bir faciə yaşandı. Biz artıq 2 gündür burada filmimizin çəkilişlərinə başlamışıq. Şuşa ilə bağlı hissəsindəyik hazırda. Dünən biz Xocavənddə, Qaradağlıda çəkilişlərimizi elədik və çox istəyirik ki, gözəl bir sənədli film ərsəyə gətirək, həm faciəni işıqlandıraq, bir daha qaydaq. Çünki biz nə qədər bu torpaqları geri qaytarsaq da başımıza gətirilənləri unutmamalıyıq, işğal faktorunu unutmamalıyıq. Və inanıram ki, tamaşaçılar bir daha bizim təqdimatımızda Qaradağlı faciəsinə baxacaqlar, nəzər yetirəcəklər və yaddaşlarına bir daha həkk eləyəcək ki, erməni silahlı birləşmələri Xocavəndin bu kəndində belə bir soyqırım, belə bir faciə törədib və inşallah ki, öhdəsindən gələrik. Şükürlər olsun ki, biz öz torpaqlarımızdayıq və artıq faciəni bu torpaqlardan kənarda işıqlandırmırıq, elə yerində, nöqtəsində işıqlandırırıq.